Free Fire'da proxy serveri necə giriş eləmək olar, onu başa salacağım sizə. Deməli, bu proxy serverə girmək üçün sizə YouTube kanalında deməli, belə bir səhifə var. Bu səhifə, yəni mənim dostumun səhifəsidir. Bura Gravity FF yazanda səhifə çıxır bura. Bu səhifədə videolar istəyirsiniz. Aşağı düşüb burada bu videoya tıklayırsınız. Deməli, bu videoya baxa da bilərsiniz, baxmaya da bilərsiniz. Yəni mən burada gedirəm. Bu videoda bu əlavə sözünə basırsınız burada daha çox. Sizə bir dənə yer tıklayacaq linkə. Bu da Gravity'nin Telegram səhifəsidir. Bu Telegram səhifəsinə daxil olursunuz. Buradan aşağı keçirsiniz, sizə Telegrama ata bilərsiniz. Promo Telegram ata bilərsiniz. Telegram yükləməlisiniz. Yəni Telegram qeydiyyatdan keçməlisiniz. Telegramda burada Telegram yerinə basırıq. Mən atır promo Telegrama. Atdı. Gördüyünüz kimi sizə buradan da başlaya bilər. Buradan da başlaya bilər. Yəni buradan ikisi ola bilər sizə. Buradan başlasaq daha yaxşı. Deməli, burada Free Fire'ın qlobal serveri var. Onu yükləmək üçün ilk öncə bu faylı yükləmək üçün bura tıklayırsınız. Buradan 3 nöqtəyə basıb open, buna yuxarıdakına basıb continue deyirik. Etdik bunu. Burada 3 dənə yeri eləyirik. Deməli, sizə göstərim də dostlar. Like video deyəndə gəlir, atır bunu bura. Buradan like edirsiniz videonu, təzədən qayıdırsınız Chrome'a. Keçəcək baxındı, keçdi. Follow Instagram deyir. Keçirik Instagram'a, ona da abunə olun. Mən abunə olmuşam. Deməli, keçdik bura. Sonra subscribe, yəni burada bildirimləri açıb, abunə olub bildirimləri açmalısınız. Yoxsa olmayacaq. Belə abunə olub bildirimləri açandan sonra get your link var. Ora basırsınız. Bizi bir media file yerinə atır. Bu 400 MB-lıq faylı endirilməlisiniz. Mən onu deyim ki, mən endirmişəm. Belə üstündən toxunaraq endirirsiniz. Bunun üstünə basaraq, göy yerin üstünə basaraq belə endirmək olur. Nəysə, belə üstünə basırsınız. Yüklənir. Və burada ayrıntılar ətraflı deyir. Basırsınız üstünə ətraflının. Endirilir. Mən endirmişəm. Mənim indicə archiver var. Orada endirili olur. Nəysə. İndi belə bir proqram var. Yəqin ki, bunu çoxunuz bilər. Yox, səhv oldu. Belə bir proqram var. Bunun adı deməli, Zarchiver belə adlı proqramdır. Bunu qeyd edirsiniz bura. Aşağıdakı bu proqramı yüklüyorsunuz. Məndə yüklüdür. Deməli, bu proqrama giriş etdikdən sonra, o fayl işlədikdən sonra download qisminə basırsınız. Burada belə bir fayl olacaq sizə. Bu fayl necə olacaq? Bu faylda buraya çıxart yeri var. Deməli, buna basırsınız. Şifrə deyir. Şifrəni sizə TikTok'da videoya qoymuşam. Oradan gələ bilərsiniz. Yəni ki, YouTube'da olan bir yerə qoymuşam. YouTube'da açıqlamaya qoymuşam. Profilimə keçsiniz, orada qoymuşam şifrəni. Yəni, gəlin belə eləyək. Sizə də deyim şifrəni. Girin yox. Girin əslində Gravity bayaqki video var idi ha. Gözə göstərim. Bu videoda baxın. Deməli, bax bu videoda şifrə göstərir. Video axıra kimi izləyin və şifrəni götürə bilərsiniz. İndi bir dənə buranı buraya çıxart var. Deməli, buranı yazırsınız bura.
Yazın bura Giraffe T5K. Yəni göstərim sizə. Giraffe yox, Giraffe T5K deyil uşaqlar. Kod o deyir. Yəni göstərim, yəni göstərim. Əziyyət çəkməyin, Giraffe T5K. Deməli bunu basırsınız, yaxşı deyirsiniz. Bunu basıb dəyişdirə basırsınız. Yüklənsin bu. Onu deyim, bu arada ekranı açırsınız. Ekranı sönə bilər. Çıxartdı. Belə bir qovluq gələcəksə, məndə var deyilən təzədən açmır. Bu qovluğun üstünə basırsınız. Deməli burada kiliddən çıxartırsanız sizə kilid olmayacaq. Bunu yükləyirsiniz. Quraşdır deyib. Belə məndə indi quraşdırılıbdır deyilən, belə göstərir. Siz bunu quraşdırırsınız. Sonra Free Fire daxil olursunuz. Free Fire'da deməli daxil olduqdan sonra yeni bir dənə GeoS'dən hesab açırsınız uşaqlar. GeoS'dən açdıqdan sonra həmən idinizi kopyalayırsınız. Yəni sıfırdan bir dənə hesab açırsınız. Onu misafirlə bir dənə hesab açıb gəlirsiniz. Onun idini kopyalayırsınız. Sonra da gəlirsiniz bura. Sonra nə edəcəksiniz? Deməli burada belə bir şey edəndən sonra burada Telegram səhifəsi var, Giraffe-in. Ora girəndən sonra adca məndə indi buradadır. Adca aşağı düşürsüz. Yəni burada məndə belə deyilən, belə göstərirəm. Belə aşağı düşürsüz. Deməli buradadır. Bəli. Burada get bölməsi var. İD qeydiyyat bölməsi. Bura basırsınız bir dəfə. Deməli belə bir yer açırsınız dostlar. Məndə belə sizə belə göstərmir. Mənə belə göstərir. Əgər sizə başqa cürədirsə, belə bir səhifə açılacaqsa, səhifədən girib onu edə bilərsiniz. Məsələn, mən bunu basıram. Belə olsa sizə bura idinizi yazırsınız. Məndə id var. Öz GeoS'imin idi. Sizə bura o idi yapışdırırsınız, kopyalayıb yapışdırırsınız. Sonra unlock deyirsiniz. Belə 4-5 sənə gözləyirsiniz. Next-ə basırsınız, keçir özü. Gözləməlisiniz burada. Əgər sizə başqa bir səhifə atsa, belə geri qayda edə bilirsiniz. Geri qayıdırsınız. Gözün göstərəcəm. Və belə başlat. Və belə eləsəz sizə. Belə geri qayıtsınız, onda dolur. Sıx-gir yeyirsiniz, dolur. Baxın. Geri qayıtdım, dolur. Axırıncıdır və belə açılır. Deməli burada belə bir yer açılacaq. Açıldı. Bu key bölməsində copy yazılıb. Deməli bu kopya basırsınız. Bu id kopyalanır. Sonra 1 saat vaxt verilir. Yəni girib çıxmağımız. Yəni girəndən sonra 1 saatdan sonra girsəz olmayacaq. Yenə belə eləyib girməlisiniz. Nəysə. Bu elədiniz. Sonra girirsiniz Free Fire'a. Həmən misafir hesabınıza. İd kopyaladığınız hesabınıza. O hesab Free Fire'da, o hesabda, bot hesabda. Girirsiniz o hesabınızın biosuna. Özə göstəreyim. Açılsın. Gedişdirə bilər belə uşaqlar. Yəni bu sizə icazə falan istəyəcək qlobalda, proxy serverdə, yəni onu etməlisiniz. Deməli belə girdik bura, açılsın. Həmən sizə verdiyi o copy bölməsi var idi ha. Onu kopyalayıb gətirsiniz indi girirsiniz Free Fire'a. Deməli bax belə hesab açmışam. Girir bura. Mən indi çoxdan oynamışam deyilən belə olur. İndi açsın serverə giriş elədi və şey bax. Bot hesabda yəni indi girmişəm özüm oynamışam deyilən. Olacaq bax indi kasa azad çoxdur. Baxın biraz gec girə bilər sizə internet atası zat verə bilər. O internet atası elə belə şeydir. Yəni girir sonradan. X-ə basandan sonra girir sonradan uşaqlar. Yəni bir neçə dəfə cəhd edin girəcək. Başqa serverə daxil olduğu üçün gec girə bilər. İnternet connecton deyə bilər sizə. Yəni internet problemi var deyə. Belə timinatlar gələ bilər sizə. Mən video çəkirəm indi. Ona görə belə gec açılacaq indi. Biraz gözləyək. Baxın açılır dostlar. Donma oldu və açıldı. Baxın belə bir serverdə uşaqlar. Mən ifadələr zaten hamısını yığmışam. Bütün evoların ifadələrini yığmışam. Belə ifadələr zaten. Hər şey var. Kasaya girməyə ehtiyac yoxdur. Çoxdur kasa. 2045 kasada uşaqlar. Hər şey var. Deməli burada hesabınızın biosunda
idi kopyalayırsınız. Deməli bayaq dediyim kimi gedirsiniz ora o yerə eləyirsiniz Telegramda. Sonra bu fırlanan yer asılmalıdır, barmaq vurduğum yer. Bəli, mən kopyalamışam, atmışam bura. Sizə o kopyaladığınız şeyi gəlib atırsınız bura. Sizə Free Fire beni sevirəm zaten onu silirsiniz, onu kopyaladığınız şeyi atırsınız bura. Sonra belə çıxırsınız, sizə bot hesab olacaq. Belə göstərim ki, yəni pislik olmasın buradakı, yəni deməyin ki, heç nə yoxdur hesabda. Göstərim belə adi. Asılsın. Vaxtancıdır uşaqlar, çox uzun video oldu. 10 dəqiqəlik video oldu. Açıldı gördünüz. 2045 kasa. İndi biraz gözləyəndən sonra tam açılır. Çıxdınız və burada Zarchiver deyilən proqram var, ona girdiniz. Və burada çıxartdığınız fayla təkrar girib burada ASUT zip var. Onu da buraya çıxart edirsiniz. Çıxartdı. Free metadata var, ora basırsınız. Bunun üstündən basıb kopyalayırsınız. Sonra burada cihaz yaddaşı, bu free pakın üstünə basırsınız. Cihaz yaddaşı deyirsiniz. Android data deyib free max var, bu orijinal free fire'dır. Bu free TH da axırı TH olan. Yəni bu global free fire'dır. İndi yüklədiyiniz free fire. Yəni əsl free fire'ı Play Marketdən yükləsəz olmayacaq. O free fire'ı silməlisiniz. Mən dediyim faylı yükləməlisiniz. O Zarchiver'dan yüklənən fayl. Həmən free fire'a giririk. Burada file istəyir. 2.2 deyirik. Metadata deyib bunu buradan atırsınız. Yəni atmışam deyin, indi olmayacaq. Belə bura basıb bütün faylları tətbiq edirsiniz, dəyişdirə basırsınız. Deməli atdı və vəsiyo. Girib oyununuzu yoxlaya bilərsiniz bayaq kimi. Sağ olun, salamat qalın. Yəni burada TikTok səhifəmdə var. Girib ora takip ata bilərsiniz. TikTok səhifə. Budur, girib takip atıb videoları bəyənə bilərsiniz. Sağ olun, salamat qalın.